Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 23 noyabr 2025-ci ildə OTK-nın 8 və 9-cu sinif şahidləri üçün təşkil etdiyi sınaq imtahanı 3 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, bizə verilən ilk sual belədir ki, AB cəmi 4-dür, ifadənin qiymətini tapın. İkinci ifadənin açılışını yazsaq, bizə verəcək deməli 3A plus 3B plus 6. Burada 3'ü qarşıya çıxarsaq orta vuruq olaraq A plus B qalır. Üzərinə 6 əlavə edirik. A ilə B-nin cəmini bizə 4 verib. 3'ü 4'ə vurub, üzərinə 6 əlavə edirik. Cavabımız 18. C variantı. Müsbət ədədin 80%. Hər hansı bir A ədədi götürsək, A-nın 80%, 0,80 A edəcək. Deyir ki, 0,16 hissəsindən neçə böyükdür? 0,16 A-ya bölürük. Burada A-ları ixtisar aparsaq, vergülləri ixtisar aparsaq, yəni sürət məxrəci 100-ə vursaq, 80-in 16-ya nisbətini hesablayırıq. Bu da cavabı bizə 5 verir. E variantı. Düzbucaqlı üçbucağın böyük kateti. Düzbucaqlı üçbucaq çəkirik. Deyir ki, bucaqlardan biri 60 dərəcədir. Sözsüz ki, digəri 30 dərəcə olur. Böyük kateti 4 kök altı 3 olur. Deməli, burada 4 kök altı 3'dür. 30 dərəcəli bucağın qarşısına katet tapanda 4 kök altı 3'ü kök altı 3'ə bölməliyəm. 4 edir. Hipotenuzunu soruşduğuna görə, deməli, hipotenuz 30 dərəcəli bucaq qarşısındakı katetin 2 mislidir, yəni 8 olur. D variantı. 34-cü sualda n natural ədədi üçün verilən ifadələrin hansını soruşur. Gördüyümüz kimi ədədlər ardıcıl gələn natural ədədlər olduğuna görə hər birinin əbabu 1'dir və birlərin hasili hər zaman 1 verəcək. 35-ci sualda ştrixlənmiş hissəyə uyğun elementlərin cəmini tapın deyir. Hər üçündə olan ifadələrə baxaq, qiymətlərə baxaq. Deməli, 1 hər üçündə yoxdur. 2 hər üçündə yoxdur. 6 yoxdur. 7 var, 7'ni qeyd edirik. Sonra 8 hər üçündə yoxdur. 9 var, onu qeyd edirik. 9'dan sonra 12'lər hər üçündə var. Bunları da qeyd edirik və bunları toplasaq 7, 9, 12. 7 ilə 9'un cəmi 16, üzərinə 12 gəlsək cavab 28. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri digərindən 2,6 dəfə böyükdür. Deməli, 2,6 x yazırıq. Bunları toplasaq 3,6 x olacaq 180 dərəcə. Çünki qonşu bucaqlardır. X-in qiymətini axtarsaq 180'i 3,6'ya bölsək cavab 50 edir. Bizdən istədiyi bucaqlardan böyüyünü tapmaqdır. 180'dən 50'ni çıxırıq. Doğru cavabımız 130. Növbəti sualımız çevrədə 50 dərəcəli qövsə uyğun daxilə çəkilmiş bucağın dərəcə ölçüsünü tapın. 50 dərəcə əgər bura olacaqsa, daxilə çəkilmiş bucaq 50'nin yarısı 25 dərəcə olur. Ən kiçik sadə ədədin əksini tapın deyir. Ən kiçik sadə ədədimiz 2'dir, əksi isə mənfi 2 olur. A variantı. 39-cu sualda 1 metrin qiyməti 4 manat olan 48 metr parçanın 12/7 hissəsi satıldıqdan sonra 12/7 hissəsi satılırsa, demək ki 12/5 hissəsi qalır. 48'in 12/5 hissəsini taparkən 12'ye bölüb 5'e vururuq, eləyir 20. 20'ni 4'ə vursaq cavab 80. D variantı. İfadəsinin ən kiçik qiymətini tapın. Deməli, biz 2'ni qarşıya çıxarsaq a kvadrat minus 4a olur. Deməli, 4'ün yarısı, ikinci əmsalın yarısının kvadratına əlavə edirik 4. 2 ədədinin kvadratına gətirə bilmək üçün. Deməli, 2 ilə 4'ün hasili 8 edək. 11 almaq üçün üzərinə 3 əlavə edirik. Sonra bu ifadəni sadələşdirsək 2 vur a minus 2'nin kvadratı plus 3 olur. Burada bu ifadəyə biz 0 desək, ən kiçik qiyməti 3 tapa bilərik. E variantı. 41'də ifadənin qiymətini istəyir. Mənfi 2'nin kvadratı 4 çıxılsın. Mənfi 3'ün kubu 27 çıxırıq. Mənfi 4'ün kubu 64. Deməli, bizim hesablayacağımız cavab 4'dən 27 çıxılıqda mənfi 23, mənfi 23'dən 64 çıxsaq mənfi 87. C variantı. Deyir ki, ABC bir-birindən fərqli natural ədədlərdir və hasilləri 11-dirsə, deməli, hasil 11 olanda sadə ədədlərdir. 11'in özü sadədir. Ona görə hasilləri 1 və 11 olmalıdır. Kiçiyini 1, böyük olan qiyməti isə 11 götürürük. Burada A-nın qiymətini axtarsaq, 2 ilə 1'in cəmi 3 olur. A 3 olduğuna görə B plus C cəmi 8 olur. Bizdən istədiyi bu ifadənin qiymətini tapmaqdır. B ilə C-nin cəmi 8'dir. Məxrəcdə A plus 1 yazıb, yəni 3 plus 1. 3'ü 4'ə bölsək cavabımız, daha doğrusu 8'i 4'ə bölsək cavabımız 2 eləyir. Doğru cavab C variantı. 43'də deməli modullarının qiymətini tapın deyir.
Edəcəyimiz nədir? Mənfi 3/6-nın modulu 3/6, 7/2-nin modulu 7/2, digərində 5/4 və 1/2. Biz bu ifadəni sadələşdirsək, 7/2-ni 1/2-yə bölürük 6 olur. Deməli, sonra 6 ilə 5/4-ü ixtisar aparsaq 0/9 olur. 3/6-nı 0/9-a böləndə doğru cavabımız 4 edir. B variantı. 44-də çoxədini vuruqlara ayırın deyir. İkinci ifadə ilə birinci əks olduğuna görə ikincinin içərisindəki mənfini qarşıya çıxarıb sadələşdirək. N vurulsun A minus B plus N vurulsun A minus B olacaq. A minus B-ni qarşıya çıxarsaq yerdə qalacaq N plus N. Deməli, bu ifadə bizə verəcək C variantı. Keçək növbəti sualımıza. ABC üçbucağında alfa ilə betanın cəmi 90-dır. Deməli, C bucağı 90 dərəcədir. AB 6-dır. Deməli, hipotenuz 6-dır. C təpəsindən AB tərəfinə çəkilən bizdən medianın uzunluğunu istəyir. Düz bucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısı olur. Doğru cavabımız 3. D variantı. 46-da bir hədinin dərəcəsi əmsalından neçə dəfə böyükdür? Dərəcəsi 5 ilə 9-un cəmidir. 14 edir. Əmsalı 3/2-dir, bölürük 3/2-yə. Natural ədədi bölərkən tərsinə vururuq adi kəsirin. 14-ü 2-yə bölürük 7, 3-ə vururuq, cavab 21. X-in qiyməti 1 ilə 5 arasındadır. İfadənin qiymətini hesab edir. İlk daxildə olan modulun deməli qiymətinə baxaq. X-in qiyməti 1 ilə 5 arasında olduğuna görə 6 çıxanda mənfi olur. Mənfi olduğuna görə biz moduldan azad edəndə bunların yerini dəyişirik. Dəyişəndən sonra baxırıq. Deməli, x-ları islah edirik. Olur 0, 3 ilə 6-nın cəmi 9, 9-un modulu elə 9 verir. Doğru cavabımız 9. İfadəsinin qiymətini istəyir. 27 3-ün kubudur. Kubunu tapdıqda 3 üstü 9. 8 2 üstü 3-dür. 2 üstü 3 ona vuranda 30. Aşağıda 6 2 ilə 3-ün hasilidir. Olacaq 2 üstü 8 vurulsun 3 üstü 8. Sonra 16 2 üstü 4-dür. 4-ü 5-ə vursaq 20 edir. Yəni diqqət edək 5-yə ki 3 üstü 9 ilə 3 üstü 8-i ixtisar aparsaq təkcə 3 qalır. 2 üstü 8 ilə 2 üstü 20-ni bir-birinə vuranda 2 üstü 28 edir. 2 üstü 30-u 2 üstü 28-ə böləndə deməli 2 qalır. 30-dan 28 çıxır, 2 eləyir. Sonra 3-ü 4-ə vururuq, cavabımız 12. Doğru cavab 12 olur. Növbəti sualımız. 49-da ABC natural ədədləri üçün A-nın B-yə nisbəti 2,5, B-nin C-yə nisbəti 1,4 olarsa cəminin ən kiçik qiymətini tapın deyir. Deməli, burada B-ni 5 ilə, aşağıda B-ni 1 ilə verib. Aşağıdakı ifadəni B-nin qiymətini 5-ə gətirsək, ekvivalent ifadə ilə hər birini 5-ə vurub 5/20 yaza bilərik. Sonra isə A-nın qiyməti olacaq 2. Yəni 2x də götürə bilərik. 2 yazırıq. Nəyə görə? Çünki 2x B-nin qiymətini 5x, C-nin qiymətini 20x yazdığımız halda hər biri naturaldır. X da deməli natural olacaq və ən kiçik qiymətini istəyəndə x-in qiyməti 1 olur. Bu səbəbdən x-ları daha yazmırıq. 2-ni, 5-i, 20-ni toplayırıq. Cavabımız 27 edir. 50-ci sualda deməli 7-ni kök altda 7-yə böləndə bir şey göstərək ki 7 vurulsun kök altda 7, məxrəcdə isə kök altda 7-lərin hasili olur. Yəni bu bizə onu verir ki, məxrəcin irrasialdan azad edilməsi. Bu zaman 7 ilə kök altda 7-ləri vuranda 7 eləyir. İxtisar aparsaq cavabımız elə kök altda 7-yə bərabər olur. Deməli bu ifadəni nəzərə alıb biz biraz ifadəmizi sadələşdirək. Olacaq birinci mötərizənin daxili kök altda 7 üstəgəl. Eyni ifadə ilə 8-i yazsaq kök altda 8 olacaq. Vuraq digərində 4 minus kök altında 14. Biz bu ifadəni 3 kök altda 2-yə vurmalıyıq. Bunu da yazarıq 3 kök altda 2. Sonra nə edirik? 3 kök altda 2-ni birinci mötərizənin daxilinə vururuq. Vuranda alırıq ki, deməli kök altında 14 plus kök altda 8-i kök altda 2-yə vuranda olur kök altda 16. Oradan cavabımız 4 olur. Sonra ardınca nə yazırıq? İkinci ifadəmiz 4 minus kök altda 14 vurulsun 3-ə. Bu iki mötərizəni bir-birinə vuranda iki ifadə cəmi ilə fərqinin hasilidir, kvadratları fərqi olur. 4-ün kvadratı 16 çıxılsın. Kök altda 14-ün kvadratı 14 vururuq 3-ə. 16-dan 14 çıxsaq, deməli 2 eləyir, 2-ni 3-ə vursaq, doğru cavabımız 6 eləyir.
51-də mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri CD vətərinə konqruentdir. Deməli, bunlar konqruentdirsə, qövslər də bir-birinə konqruentdir. A-nin B-nin uzunluğu A-dır, C-nin D-nin uzunluğu B-dir. Demək ki, A B-yə bərabərdir. A B-yə bərabərsə ifadənin qiymətini taparkən 2A plus 3B-nin yerinə 3A yazıram. Aşağıda 3A minus 2A sadələşdirsək 5A bölünsün A qalacaq. Burada doğru cavabı bizə 5 verir. Keçək növbəti sualımıza. 52-də uzunluğu 5pi olan çevrənin xaricində olan A nöqtəsindən çevrə götürürük. Deməli, çevrə götürürük. Çevrənin xaricindən çevrənin mərkəzinə qədər məsafə 6,5-dir. Deməli, A nöqtəsi buradır. Bura O nöqtəsi olsun 6,5. Bizdən istədiyi nədir? Çevrənin uzunluğu 5pi-dir. Deməli, 2pi-r 5pi-yə bərabərdir. Radius tapanda 5pi-ni 2pi-yə bölür. Eləyir 2,5. Radius 2,5. Bunu da qeyd elədik. A nöqtəsindən çevrəyə çəkilmiş toxunanın uzunluğu lazımdır. Biz də bilirik ki, toxunan ilə radiusun arasında qalan bucaq 90 dərəcə olur. 90 dərəcə olduğu halda bizim edəcəyimiz nədir? Düzbucaqlı üçbucaq əsasən Pifaqor teoreminin tətbiq olunması. Yəni, burada biz x-in qiymətini tapmalıyıq. X-in qiymətini taparkən 6,5-in kvadratından 2,5-in kvadratını çıxırıq. 6,5-in kvadratından 2,5-in kvadratını çıxanda kök altında əvvəlcə 6,5-dən 2,5-i çıxırıq 4 eləyir. Sonra isə toplayırıq 9 eləyir. Kök altda 4 ilə 9-un hansıdır? Kök altda 36 və x-in qiyməti 6-ya bərabər olur. Növbəti. O nöqtəsindən çıxan şüaların əməliyyat etdiyi bucaqların dərəcə ölçüləri uyğun olaraq 5, 4, 6-dır. Görürük ki, bu bucaqlar tam bucağı əhatə edir. Deməli, biz bunları toplayıb 5x, 4x, bir də 6x. 360-a bərabər yazmalıyıq. 360-a bərabər yazanda olur 15x bərabərdir. Deməli, 360 dərəcə, x-in qiyməti 24 dərəcə. Bizə lazım olan CBO bucağının dərəcə ölçüsüdür. Buradakı bucağın dərəcə ölçüsü. Əvvəlcə BOC bucağının dərəcə ölçüsünü tapaq. BOC-nin. Olacaq 4 vur 24, 96 dərəcə. 96 dərəcəni tapdıqdan sonra aşağıda buranı bir alfa götürsək, alfanın qiyməti də 180 çıxılsın 96 bölünsün 2-dir. 180-dən 96 çıxanda 84, 84-ü 2-yə bölsək, doğru cavabımız edəcək 42 dərəcə. Doğru cavabımız 42 dərəcə. 2 ədəddən biri digərindən 3 dəfə böyükdür. Deməli, birincini x götürsək, ikincini y olacaq 3y. Deməli, biri digərindən 3 dəfə böyükdür. Kiçik ədədin yarısı ilə, burada y-imiz kiçik olur, bunun yarısını tapırıq. Böyük ədədin 2 misli, böyük x-dır, x-i 2-yə vurur, olur 2x. Deməli, böyük ədədin 2 misli ilə cəmi a-ya bərabərdir. Kiçik ədədi a ilə ifadə edilir. Yəni, y-i tapmaq lazımdır və yəni ki, a ilə ifadə etmək lazımdır. Burada hər tərəfi 2-yə vursaq, olacaq y plus 4x bərabərdir 2a. Sonra x-in yerinə 3y yazsam, olacaq y plus 3 vur 4. 4 vurulsun 3y olacaq 12y. Bərabərdir 2a. Buradan deməli 13y olacaq 2a. Y tapanda isə yazırıq 2a bölünsün 13. Deməli, diqqət edək. 2 ədəddən biri digərindən 3 dəfə böyükdür. X 3y-ə bərabərdir. Kiçik ədədin yarısı ilə, kiçik ədəd y-dir, yarısı y bölü 2. Sonra böyük ədədin 2 misli. 2x cəmi a-ya bərabərdir. Bunu qeyd elədik. Kiçik ədədi a ilə ifadə edilir. Y-i a ilə ifadə etmək lazımdır. Edəcəyimiz nədir? Deməli, hər tərəfi 2-yə vurduq. Y-in məxrəcindən azad eləmək üçün. Oldu y plus 4x bərabər 2a. X-in qiymətinə 3y yazdıq. Oldu 4, 3, 12y. 12y. Sonra y ilə topladıq 13y. 13y 2a olanda y-in qiyməti olacaq 13-də 2a. Doğru cavabımız 13-də 2a oldu. Deməli, mətbəədə 3 gün müddətində 1200 kitab çap edildi. Birinci gün planın 30%. 1200-ün 30%-ni tapanda 2 dənə sıfırı silirsiniz, bir-birinə vurursunuz. 12-ni 30-a vuranda 360 kitab. İkinci gün isə ilk gündəkindən 100 kitab daha artıq
Deməli, ikinci gün, ilk gün, yəni 360-dan 100 artıq, yəni 460 edir. Üçüncü gün nə qədər kitab çap edildi? Üçüncü gün kitab çap edildiyini tapmaq üçün 1200-dən çıxırıq bu iki ifadənin cəmini. 360 ilə 460-ın cəmi 820 edir. 1200-dən 820-ni çıxsaq, doğru cavabımız 380 kitab edəcək. Bizdən də üçüncü gün nə qədər kitab çap edildi? Elə 380 kitab olur. Növbəti imtahanlarda hər bir şahidi uğurlar deyirik. İzləmədə olun. Növbəti videolarda inşallah sizin üçün paylaşılacaq.